Salam, hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü İctimai Dövlətçilik İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, onu qeyd edim ki, biz bir 3-4 gün bundan öncə Göyçayın Çərəkə Xəltli kənd ərazisində yerləşən, yəni keçən belə deyək ki, optik internet xəttinin, yəni dirəyinin aşması ilə əlaqədar çəkiliş etmişdik. Yəni hansı ki, o optik elektrik xətti, yəni Xəltli kənd ərazisindən istiqamətlənir Çərəkə kənd ərazisinə qədər. Biz həmin çəkilişi etdik və adəti üzrə həm Aztelekom rəhbərliyinə, həm Azərbaycan şirkətinə və adəti qurumlara bu barədə müraciət etdik. Çox bir gözəl iş oldu ki, doğrudan da bu günlərim bax belə müraciətlər bəzi qurumlar tərəfindən tez qarşılanır və tez də tədbir görülür. Bəli, bu gün artıq qeyd edim ki, mənə zəng olundu və bildirildi. Yeni bələdiyyə sədri mənə zəng etdi və bildirdi ki, artıq həmin optik internet dirəyi dəyişdirilibdir, yenisi əvəz olunubdur. Bu bizi çox sevindirdi ki, doğrudan da biz müraciətdən 3-4 gün keçməmiş dərhal həmin məsələ öz həllini tapdı. Ona görə mən buradan birbaşa Aztelekomun rəhbərliyinə təşəkkür bildirmək istəyirəm. Azerline şirkətinə təşəkkür edirəm və Yeni kənd bələdiyyəsinə təşəkkür bildirmək istəyirəm. Bu işdə əziyyətini keçən hər kəsə təşəkkür bildirmək istəyirəm. İndi mən onu çəkib sizə təqdim edirəm. Bəli, gördüyünüz kimi, bax bu elektrik, üzr istəyirəm, optik internet dirəyidir. Bax bu dirək, yəni əvvəl burada köhnə bir dirəkdir, aşmışdı, yəni avtomobil vurmaq səsində. Bu gün məsələ öz həllini tapdı. Qeyd edim ki, artıq xətt bərpa olundu. Çox sağ olsun bir daha adəti qurumlar, bu işdə əziyyəti keçən qurumlar çox sağ olsunlar ki, bu məsələni tez bir zamanda həll etdilər, məsələ həllini tapdı. Gördüyünüz kimi, həmin internet xətti artıq tam bərpa olmuş vəziyyətdədir. Həmin bax bu yeni dirək bura, yəni qoyuldu. Bir daha çox sağ olsunlar. Biz daima çalışırıq ki, yerlərdə olan belə negativ hal olduqda adəti qurumlara məlumat verək və həmin adəti qurumlar da öz işini görsünlər. Bir daha minnətdarıq həmin adəti qurumlara, çox sağ olsunlar. Bəli, burada vətəndaş da var, hansı ki, Çərəkə sakinidir. O da öz növbəsində, yəni bu işdə qeyd etmişdir, bizə bildirmişdir ki, həmin vətəndaşdır ki, bəli, bu dirək aşıbdır, buna tədbir görülsün. Buyurun Adil bəy, yəni siz də burada bizə demişsiniz bu barədə, biz də bunu gəldik. Təşəkkür edirik. Bu iş ki, aradan qalxıb, xalqa xidmət eləyir. Bundan ötəri narazılıqlar var idi. İndi ki, aradan qaldırılıb, təşkilata təşəkkürümüzü bildiririk. Sağ olun. Bəli, yəni vətəndaş qeyd etdi. Məsələ həllini tapdığına görə də vətəndaş da öz növbəsində elə o sakinlər adından öz təşəkkürünü bildirir həmin adil qurumlara. Çox sağ olsunlar. Daima xidmətdə olaq, daima xalqımıza, dövlətimizə xidmət göstərək.